Salam, hörmətli müəllimlər. Fürsətdən istifadə edərək qarşıdan gələn yeni il bayramınızı təbrik edirəm. Sizlərə həyatda uzun ömür, can sağlığı arzulayıram. İnşallah üzümüzə gələn il sizlərə və bizlərə düşərli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, inşallah Allahın izni ilə yanvar qruplarımız deməli dərsə başlayacaq. Allahın izni ilə. Deməli, dərslər həftədə 4 dəfə olacaq. 4 dəfə. Mövzu və testlərin izahı və sürətli qrup olacaq, sürətli. Yəni, həqiqətən dərsin keyfiyyətinə inşallah dərsə qoşulandan sonra baxacaqsınız. Yəni, mənim burada deməyimdən heç nə həll olunmur. Yəni, dərsə qoşulandan sonra bilirsən ki, dərsin keyfiyyəti necədir. Və eyni zamanda deməli həftə sonu sınaq imtahanları olacaq, ödənişsiz sınaq imtahanlar. Dərsin keyfiyyətinə də 100% zəmanət verilir. Yüksək nəticə toplamaq istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər. Və bəzi müəllimlərin xahişi ilə mən bu videonu çəkmək istəyirəm və bu videoda deməli müəllimlər biraz çətinlik çəkir. Torpaqlama. Deməli, elektrik bölməsindədir. Deməli, inşallah bu videoya baxandan sonra həqiqətən görəcəksiniz ki, ən asan şeymiş bu, ən asan. Deməli, müəllimlər, bax, torpaqlama ümumiyyətlə nədir? Bax, sizə tam şəkildə inşallah Allahın izni ilə izah edəcəm. Deməli, cisimlərin bir tərəfini, bax görürsən bir tərəfini torpağa birləşdirib, torpaqla görürsən cisim arasında yük axınının baş verməsi adlanır torpaqlama. Aydındır. İndi tutaq ki, fərz eləyək ki, bax, məsələn, bu torpağa birləşdirilməyib. Tutaq ki, məsələn, mənfi yüklüdür. Bunu torpağa birləşdirsək, avtomatik nə burada baş verir? Yəni, həmin o mənfi yüklər var ki, mənfi yüklər axın eləyəcək torpağa. Torpağa axın eləyəndə, həmin bu cisim var, bu cisim yüksüz olacaq. Yəni, yükü olmayacaq. Aydındır? Yəni, sıfırlanacaq. Və yaxud da başqa bir dənə, tutaq ki, cisim çəkirəm, tutaq ki, belə, fərqi yoxdur, kvadrat olsun, nə bilim, düzbucaqlı olsun, eyni şeydir. Məsələn, bu müsbətdir, düzdür, müsbətlə yüklənib. Misal üçün, mən bunu torpaqla birləşdirsəm, avtomatik burada nə baş verir? Deməli, torpaqda mənfilər gəlib həmin müsbəti sıfırlayacaq. Deməli, bu nə olacaq? Neytrallaşacaq. Yəni, deməyimizə məqsəd odur ki, istər mənfi və istərsə də müsbət yüklü cisimlər torpağa birləşərsə, sıfırlanır. İndi keçirik, deməli, misal izahlarına. Misal üçün, bir dənə deməli, müsbət yüklü bir cisimimiz var. Bir dənə də belə bir cisimimiz var. Bu da birləşib torpağa.
İndi bax, torpaqlanmış keçirici bir cisimə, bax bu torpaqlanmış keçirici bir cisimə, bax bu torpaqlanmış keçirici bir cisimə yüklü bir cisim yaxınlaşdırsaq, bax yüklü bir cisim yaxınlaşdırsaq, toxundurmaq yox ha, yaxınlaşdırsaq. Gör nə baş verəcək burada. Bax diqqətlə fikir verin. Müsbətə yaxın olan hissələrdə mənfilər olacaq. Torpaq olan yerdə sıfır olacaq. Yəni burada yük yaranmayacaq. Yəni deməli müsbətə yaxın tərəf əks yüklənəcək, müsbətdən uzaqda olan olacaq sıfır. Aydındır? Və yaxud da, bax və yaxud da başqasını çəkirəm. İndi sual verə bilərsiniz müəllim. Tutaq ki, belə olsa nətər olar? Bax. Misal üçün bunu buradan çəkirəm. Bax belə olsa necə olar? Tutaq ki, məsələn torpaqlama burada olsa, müsbət yükdə bax buradan yaxınlaşdırıram bura. Deməli, yadda saxlamaq lazımdır. Torpaqlamanın hansı tərəfə bağlanmasının, yəni önəmi yoxdur. Yəni ki, əgər mən müsbəti yaxınlaşdırıramsa bu cisimə, avtomatik müsbətə yaxın olan yerdə mənfilər yığışacaq. Növbəti tərəfdə, əgər bu cisim torpaqlamaya birləşdirilibsə, avtomatik bir tərəfi yüklü olacaq, bir tərəfi yüksüz olacaq. Yəni daha doğrusu neytral olacaq. Deməli onda nə olacaq? Müsbətə yaxın yük həm müsbətə yaxın yerdə həmişə əks yüklənir. Yəni müsbətdirsə burada mənfi olur. Mənfi yaxınlaşdırsaydım burada müsbət olardı. Bura olacaq nə? Burada yük yaranmayacaq. Yük yaranmaz. Və yaxud da yenə də başqa birisini deyirəm. Məsələn, tutaq ki, bu mənfidir, düzdür? Mənfi. Bunu yaxınlaşdırıram. Tutaq ki, bax, torpaqlama olan bir cisimə. Yenə də mənfi olan tərəfdə müsbət olacaq. Bu tərəfdə isə yük yaranmayacaq. Və yaxud da, məsələn, tutaq ki, bu mənfidir. Bu da torpaqlanıb, bu tərəfdən torpaqlanıb. Yenə də, bax, mənfiyə yaxın olan tərəf müsbət olacaq, bura olacaq yüksüz. Yüksüz, yəni yük olmayacaq burada. Yük yaranmayacaq. Aydındır? İndi müəllimlər, misal üçün, bir dənə müsbət yükümüz var. Bir dənə də, bax, belə bir cisimimiz var. Burada birləşib torpaqlamaya. Burası olsun K, burası olsun L. Deməli, sualımız belədir. Deməli, dielektrik dayaq üzərində, bu dielektrik dayaq budur. Dielektrik dayaq üzərində metal KL cisiminin L ucu torpaqlanıb. Görsə burada torpaqlanıb. K ucuna müsbət yüklü bir çubuq şəkildəki kimi yaxınlaşdırılır. İndi müəllimlər, burada dayanıram, yaxınlaşdırılır. Yaxınlaşdırılırsa, avtomatik burada olacaq mənfi. Biz bayaq dediyimiz kimi. Bura olacaq sıfırda, yəni yük yaranmayacaq. İndi gör nə deyir? Deyir, K ucuna müsbət yüklü bir çubuq şəkildəki kimi yaxınlaşdırılır. Sistem bu vəziyyətdəykən əvvəl torpaq əlaqəsi kəsilir. Bax, indi torpaq əlaqəsi kəsilir. Bax, indi bu müsbət yüklü deyil. Müsbət yüklü. Yaxınlaşdırılmışdı bura. İndi bizə nə deyir burada? Deməli, birinci hal buydu. İkinci hal. Deyir, sistem bu vəziyyətdə ikən əvvəl torpaq əlaqəsi kəsilib, sonra müsbət yüklü çubuq uzaqlaşdırılarsa, K və L uclarından yüklərin işarələrini təyin edir. İndi
Hə, əgər, bax, əgər bu torpaq kəsilsə burdan, torpaq yoxdur burada, düzdür? Torpaqlama yoxdur. Torpaqlama yoxdursa, bu mənfi yük var ha, bax burada mənfi yük. Bura səpələnəcək. Səpələnəcək bura. Səpələnəcək. Düzdür? Deməli, səpələndi. Bu müsbət yük də buradan ayrılır da. Müsbət yük ayrılsın da buradan. Onsuz da burada mənfi yük var. Bu mənfi yük də paylanacaq bütün hissələrə. Su. Deməli, K ucu da mənfi yüklənəcək, L ucu da mənfi yüklənəcək. Və yaxud da növbəti bir dənə sual. Başqa bir dənə misal deyirəm. Bax, belə bir, deməli, X cisimimiz var. X cisimimiz. Burada bir dənə K cisimimiz var. Burada da bir dənə L cisimimiz var. Bu da birləşdirilib torpaqlamaya. Aha, bax. İndi diqqətlə oxuyuram, qulaq asın. Deməli, deyək, yüksüz K və L keçirici cisimlərində. Yüksüz o deməkdir ki, orada müsbətlərlə mənfilər bir-birinə bərabərdir. Deməli, K və L keçirici cisimlərindən L cisimi torpağa bağlıdır. Əvvəl müsbət yüklü X cisimi K cisiminə yaxınlaşdırılır. Bax, birinci halda. İndi bu yaxınlaşdırılırsa, məlumdur ki, müsbət tərəfdə olacaq mənfi, uzaq tərəfdə olacaq müsbət. İndi bax, müsbətin yanında L var axı. Müsbətin yanında olan nə olacaq? Müsbətin yanında olan olacaq mənfi, bayaq dediyim kimi. Torpaq olan tərəfdə olacaq 0. Hansı cisim torpaqlamaya birləşdirilibsə, hökmən bir tərəfi neytral olur. İndi ikinci halda. İkinci halı həmin şəkili çəkirəm. Və həmin şəkili çəkirəm. Sonra ikinci halı oxuyacağım siz üçün. İkinci halı oxuyacağım. Bax. İndi ikinci halda nə deyir bizə? Bax. Deyir ki, daha sonra torpaq əlaqəsi kəsilir. Torpağın əlaqəsini kəsdim. Və son olaraq X cisimi uzaqlaşdırılır. Bax, X cisimi buradan uzaqlaşdırdıqsa, K və L-in son yükləri necə olacaq? İndi baxaq. K onsuz da mənfi buradaydı, müsbət də buradaydı, düzdür? İndi torpaq əlaqəsi kəsiləndən sonra L-də nə var? Mənfi var da. Həmin mənfi var ha. Bütün hissələrə bölünəcək. Bərabər. Всё. Aydındır. İndi keçək növbəti suala. Bax, növbəti suala. Tutaq ki, bax, yenə də bir dənə X cisimidir. Burada bir dənə K L-imiz var. KL cisimimiz var. Burada da deməli MN. Deməli bu da birləşib torpaqlamaya. Deməli gör nə deyir? Deyir yüksüz keçirici KL və MN cisimləri. Yəni KL ilə MN yüksüzdür. Yüksüz o deməkdir ki, orada müsbətlərlə mənfilərin sayı bərabərdir. Deyir ki, şəkildəki kimi olarsa, deyir müsbət yüklü X cisimi KL cisiminin K tərəfinə yaxınlaşdırılır. İndi birinci halda. Bax, yaxınlaşdırılırsa, məlumdur ki, yaxınlaşdırmaq nədir? Müsbətin yanında olacaq mənfi, uzağında olacaq müsbət. İndi bayaq biz nə dedik? Dedik, müsbətin yanında istəyir torpaqlama olsun, istəyir olmasın. Müsbətin yanında olan nə olacaq? Mənfi. Əgər cisim torpaqlanıbsa, bir tərəfi mənfidirsə, o bir tərəfi olacaq neytral. Всё. Elə bizə də onu deyir. Deyir, K tərəfinə yaxınlaşdırılır. Buna əsasən L, M, N nöqtələrinin yük işarələrini təyin edin. Əlbəttə ki, deməli burada L olacaq müsbət.
M olacaq mənfi, N olacaq yüksüz. Yüksüz deyəndə yəni yük yaranmayacaq burada, 0. Aydındır. Bu belə. İndi dəyərli müəllimlər, yəni torpaqlamaya aid bu. İndi bir dənə də mən sinif testlərindən istəyirəm, 1-2 nümunə demək istəyirəm. Sinif testlərindən. Sinif testlərində induksiya ilə elektriklənmə. O təzə 7-ci sinif toplu sinif testi var. Deməli, sinif testində belə bir sual var. Bax, belə bir sual. Deməli, 7-ci sinifdir, 7-ci sinif. Yenilənmiş nəşr. Səhifə 63-dədir. Elə yazan kimi biləcəksiniz. Mən üzrlü hesab edirəm də ekran paylaşımı eləmədim. Deməli, şəkili çəkim, sonra şəklin üzərində izah edəcəm. Bu çox sadədir. Burada torpaqlama var. Bu müsbətdir. Deməli, bizə deyir ki, müsbət yüklü kürənin, bu müsbət yüklü kürədir. Deyir, müsbət yüklü kürənin sahəsinə elektrik dayaq üzərində olan metal cisim gətirilir. Sonra naqillə yerlə bağlanır. Cisimi yerlə birləşdirən naqildə hansı hissəciklərin axını baş verəcək və onlar hansı istiqamətdə hərəkət edəcək? Biz bayaq nə dedik? Dedik, müsbətin yaxınlığında olan mənfi olur. Əgər cisim torpağa birləşdirilibsə, ora olacaq neytral. Düzdür? Neytral. Neytral nə deməkdir? Yəni ki, bax, dəyərli müəllimlər, burada bir şeyə diqqət edin. Bax, tutaq ki, torpaq yox idi burada, düzdür? Müsbətin yaxınlığında olan mənfi olacaqdı. Uzağında olan olacaqdı müsbət. İndi diqqət. Bunu mən torpaqla birləşdirdim. Torpaqla birləşdirdimsə, bu torpaqdan bayaq dedim axı, mənfilər gəlir, bax, buranı neytrallaşdırır. Bax, buranı neytrallaşdırır. Bax, bura olur nə? Neytral. Yük olmayacaq burada. Bax, burada yük olmayacaq. Deməli, elektronlar hardan gedəcək? Yuxarı hərəkət edəcək. Yerdən gələcək həmin o, tutaq ki, bax, mən lap bura deyirəm K, bura deyirəm L. L-dəki o müsbəti neytrallaşdıracaq. Aydındır. İndi başqa bir dənə misal deyirəm. Başqa bir dənə sual. Elə burada, o da həmin buradadır. 3-cü sual, bax, burada 3-cü sualdır. Deməli, bu mənfi yüklü cisimdir. Burada da, bax, belə bir cisim var. Bu A-dır, bu da B. Aha. Deməli, sual belədir. Deyir ki, 2 hissədən ibarət yüksüz naqil. Yüksüz naqil. Yüksüz o deməkdir ki, orada müsbətlərlə mənfilər bərabərdir. İndi dəyərli müəllimlər, yüksüz naqil mənfi yüklə yüklənmiş sferanın sahəsində bir-birindən ayrılır. İndi diqqətlə fikir verək. Hələ ayrılmamış hissəyə baxaq. Mənfinin yanında olan müsbət olacaq, uzağında olan mənfi olacaq. İndi bunu ayırsaq. Əlbəttə ki, ayırsaq. Bir-birindən ayıraq da bunu. Problem deyil. Ayırsaq. Bax, belə. Ayırsaq nə olacaq? Ayırsaq, əlbəttə, həmin o müsbətlər bura paylanacaq. Mənfilər də elə bura paylanacaq. Deməli, A müsbət